Dövr dəyişir, texnologiya inkişaf edir və Azərbaycan gəncləri də, Azərbaycan gəncliyi də texnologiyaya öz töhfələrini verir və yeniliklərlə hər zaman çıxış edirlər ilə hazırda Gəncəyə bağlanacağıq. Azərbaycan Texnologiya Universitetinin tələbələri süni intellekt əsaslı ağıllı elektrik avtomobili AutoCar hazırlayıblar və artıq test yürüyüşünü də həyata keçiriblər. Və əslində çox sevinirik ki, bizim gənclərimiz, tələbələrimiz bax belə bir ixtiralara imza atır. Hörmətli səhər tamaşaçıları ilə Xaliq Qurbanlı hal-hazırda Gəncədədir və o bizi eşidir və bu avtomobil haqqında bizə ətraflı məlumat verəcək. Sabahın xeyir olsun Xaliq, xoş eşitdik səni. Biraz məlumat ver bizə, bizə də çox maraqlıdır. Bu nə avtomobilidir belə? Bəli, qeyd etdiyiniz kimi Azərbaycan Texnologiya Universitetinin müxtəlif fakültələrində təhsil alan tələbələr məhz yeniliyə imza atıb. Buna səbəb isə elə arxamızda gördüyünüz və süni intellekt əsasında yaradılmış AutoCar nümayiş etdirilib daha doğrusu. Ötən həftə ictimaiyyətə nümayiş etdirilən bu nəqliyyat vasitəsi texniki imkanları və iş prinsipləri real şəraitdə göstərilir. Və hal-hazırda kadrlarda gördüyünüz tələbələr isə qeyd etdiyim kimi universitetin müxtəlif fakültələrində təhsil alan və süni intellekt əsasında ərsəyə gələn bu nəqliyyat vasitəsinin belə deyək, əməyi keçən tələbələrimіздəndir ki, onlar da hal-hazırda bu iş prinsipi əsasında öz əməklərini burada sərf etməkdədirlər. Və xatırladım ki, süni intellekt əsasında ərsəyə gələn nəqliyyat vasitəsində əməyi keçənlərdən də biri məhz universitetin tələbəsi Uğur Nağıyevdir ki, Uğur da öz atdığı elə uğura, özü haqqında məlumat verəcək. Buyur Uğur. Bu maşını ixtira etməkdə əsas məqsədimiz ağıllı kargo maşını yaratmaqdır. Maşınımızda ağıllı sensorlar, ağıllı GPS sistemi, ağıllı kamera sistemi və süni intellekt əsaslı sistem qurmaqdır. İmkanlarımız daxilində tam hər şey sıfırdan özümüz ixtira edərək düzəldik maşını. Maşının yük kapasitəsi 70 kiloya qədərdir və batarya sistemi, enerjinin hansı 20%-in bataryadan və sensorlar var, hansı biosensorlarda, onlardan da maşın hərəkət zamanı titrəyişlərdən enerji oradan alır, 10% oradan gəlir və maşının motorlar vasitəsilə də təxminən 20% oradan enerjini geri qazanır. Maşın GPS sistemi ilə öz cızdığı yolu avtomatik tanıyır və o istiqamətdə özü avtomatik edir. Qabağına maneələr çıxanda, dediyim kimi, ağıllı maneə sistemi ilə onu tanıyır və ətrafından gedir. Və ən əsası olaraq süni intellekt əsaslıdır. Maşınla iləri komandası verilir, iləri gedir və uzaqdan punkt sistemi ilə idarə edilə bilər və kompüterdən əmrlər icrasında, əmrlər vasitəsilə öz komandalarını icra edə bilir. Ümumilikdə bu yük maşınının belə deyək də gələcəkdə patentləşdirilərək, yəni hansı sahədə istifadəsini daha rentabelli sayırsınız? Fabriklərdən və digər hissələrdən kargo daşıma istifadəsi edilə bilər. Hərbi hissələrdə hansı ki, kənd təsərrüfatında istifadə oluna bilər. Bütün hər yerdə kargo daşımasında, yük daşımasında istifadə oluna bilər. Təşəkkür edirəm, uğurlar. Xatırladaq ki, bu nəqliyyat vasitəsinin təxminən yük daşıma qabiliyyəti ilkin olaraq 70 kiloqram qiymətləndirilir və tam modifikasiya olunduqdan sonra sürət həddinin 60-70 saatda, yəni kilometrə çatdırılması nəzərdə tutulur və qeyd edim ki, İnnovasiya Mərkəzinin dəstəyi ilə ərsəyə gələn AutoCar layihəsi sırf tələbələrin və qeyd edim ki, ideya və əməyi əsasında ərsəyə gəlmişdir ki, hal-hazırda da bu nəqliyyat vasitəsi Azərbaycanda universitetlər arasında ixtira olunan tələbələr tərəfindən bir ilk sayılmaqdadır. Və irəliləyən xəbər buraxılışlarımızda məhz bu süni intellekt əsasında ərsəyə gələn nəqliyyat vasitəsində reportajı növbəti buraxılışlarımızda təqdim edəcəyik. Bizim hələ ki, bölgədən Azərbaycan Texnologiya Universitetindən çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir. Xaliq, təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, davam edirik və növbəti sujetimiz hava haqqında məlumat necə hazırlanır bununla bağlı olacaq.